Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin və salatu və salamu ala əşrəfil ənbiya vəl mursalin vəl aqibatu lil muttaqin və la udvana illa ala zalimin. Rabbi şrah li sadri və yəssir li əmri və hlul uqdatan min lisani yafqahu qavli əmmə bə'd. Möhtərəm müsəlmanlar, ilk öncə sizi salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuh. Amma sonra bugünkü dərsimiz yenə də təməyyü əhlinin mənhəci mövzusunda olacaq və bu babda, bu mövzuda biz 8 dərs götürdük və sonuncu 8-ci dərsdə biz 5-ci qaydanı, yəni təməyyü əhlinin mənhəcinə tabi olanların belə deyək, özlərindən çıxartdıqları, belə deyək, istifadə etdikləri, tətbiq etdikləri qaydaların qeyd etmişik. Yəni bu dərslərdə və sonuncu dərsdə biz 5-ci qaydanı götürdük. 5-ci qayda da muvazinət qaydasıdır. Yəni o muvazinət qaydasının yəni birinci hissəsini götürdük. Muvazinət də nə deməkdir? Yəni əgər bir şəxsi tənqid edirsənsə, yəni təhsil edirsənsə və ya qüsurları qeyd edilirsə, qüsurları ilə bərabər həm də onda olan yaxşı şeylər də deyilməlidir. Yaxşı hallar, sifətlər və s. deyilməlidir qaydasıdır. Yəni, bu, belə deyək, qaydanı Əli Əl-Hələbi və belə deyək də, onun mənhəcində olanlar, Əbu'l-Həsən Əl-Məribi, ondan sonra Adnan Ar'ur, ondan sonra və başqaları bu qaydaları, belə deyək, uyğulayırlar və belə bir şübhə, bu qaydaları gətirək, belə bir şübhələr yayırlar ki, bəs əgər bir kəs yəni tənqid olunursa və ya təhsir olunursa, adillikdəndir ki, onun qüsurları, xətaları və s. deyildiyi zaman, qeyd edildiyi zaman, onun yaxşı şeyləri də, yaxşı əməlləri də qeyd olunmalıdır, yaxşı sifətləri də qeyd olunmalıdır və bu, belə edildiyi zaman adilliyə rəayət edilmiş olur. Əks halda, yəni, yalnız qüsurları deyilib, yaxşılıqları, yaxşı əməlləri deyilmədiyi zaman isə ona nə deyil, ona zülm edilmiş olur. Yəni, bunların fikrinə görə zülm edilmiş olur. Və keçən dərsdə biz bu qaydanın birinci hissəsini götürdük, çünki bu barədə rəylər çoxdur. Müasir dönəmdə də, belə deyək, yaşayan alimlərdən bir çoxu bu məsələni bəyan etmişdir. Və keçən dərsdə biz zamanəmizin, belə deyək, 3 böyük alimini, yəni Şeyx İbn Baz, Şeyx Albani və Şeyx Muhammed Salih Əl-Üseyminin bu məsələ barədə olan sözlərini gətirdik. Bu məsələ barədə olan sözlərini gətirdik və indi, belə deyək, qaldığımız yerdən dərsi davam edəcək, mövzunu davam etdirəcək Allahın iznə. Lakin, alimlərin bu məsələ barədə sözlərini qeyd etməzdən öncə bir məsələni qeyd etmək istəyirəm ki, ümumiyyətlə, bu qeyd etdiyim, yəni keçən dərsdə bəyan edilən 3 alimdən başqa, yəni aşağıdakı alimlər, yəni zamanəmizin ən böyük alimləri sayılan, Əhl-i-Sünnə vəl-Cəmaanın ən böyük alimləri sayılan alimlər bu qaydanın bidət olduğunu və bu qaydanın sələfin qaydası olmadığını bəyan etmişlər ki, bir qisminin, belə deyim, iqtibaslarını mən bu dərsdə gətirəcəyəm Allahın iznən. Lakin onların ümumən, belə deyək, adlarını qeyd etməyə çalışacağım ki, bilinsin ki, məsələ nədir? Yəni, 3 alimdən sonra, yəni İbn Baz, Albani və İbn Useymindən sonra bu qaydanın batil olduğunu və bidət olduğunu deyən alimlər aşağıdakilərdir. Bunlar Şeyx Allamə Salih Əl-Fəvzan, hafizəhullah, Şeyx Allamə Salih ibn Muhammed Əl-Luhaydan, hafizəhullah, Şeyx Allamə Abdülmuhsin Əl-Abbad, hafizəhullah, Şeyx Abbad, yəni
həmçinin Şeyx Əlləmə Salih ibn Abdüləziz Ali Şeyx Hafizəhullah, həmçinin Şeyx Abdüləziz Muhammed Salman Rahiməhullah, həmçinin Şeyx Əlləmə Əhməd Ən-Nəcmi Rahiməhullah, həmçinin Şeyx Əlləmə Zeyd ibn Hadi Əl-Mədxəli Rahiməhullah, həmçinin Şeyx Əlləmə Rabi ibn Hadi Əl-Mədxəli Hafizəhullah və Şeyx Muhammed ibn Hadi Əl-Mədxəli Hafizəhullah bu qaydanı, belə deyək, batil olduğunu və sələfin qaydası olmadığını və bidət qayda olduğunu öz sözləri ilə bəyan etmişlər. Lakin yəni mən bu saydığım şeyxlərin hamısının, belə deyək, sözlərini iqtibas gətirməyəcəm, lakin bir qismini, bəzilərini çalışacağım ki, gətirim və onları bəyan edim Allahın izindən ki, məsələ qardaşlara, belə deyək, aydın olsun və məsələ məlum olsun Allahın izindən. İlk müraciət edəcəyimiz alim Şeyx Əlləmə Salih ibn Fəvzan Əl-Fəvzandır, Hafizəhullah. Ona deməli belə bir sual verilir. Həl yulzimnə zikrə məhasin mən nuhazzira minhum. Yəni belə bir sual verilir ki, yəni bizə lazımdırmı ki, təhzir etdiyimiz kəslərin yaxşı əməllərini qeyd edək? Yəni belə bir sual verilir və bunu şeyx cavablandıraraq deyir ki, İzə zəkərtə məhasinəhum fəmənəhu ənəkə dəəvtə ləhum dəvət ləhum lə təskuru məhasinəhum əskurul xəta əlləzi hum aleyhi fəqat ləənnəhu leysə müvəkkilən ileykə ən tudarris vədə'hum və təqumu əntə müvəkkil ileykə bəyanul xəta əlləzi indəhum min əcli ən yətubu minhu və min əcli ən yuhəzzirhu qeyrihim. Əmmə izə zəkərtə məhəsinəhum qalu Allahu yüczəkə xeyrə nəhnu həzəlləzi nəbğihi əl-qavul. Şeyx Salih ibn Fəvzan Əl-Fəvzan deməli ona verilən yuxarıda qeyd etdiyimiz suala cavab verərkən deyir ki, bəs əgər sən onun yaxşılıqlarını, yaxşı əməllərini qeyd etsən, bunun mənası o deməkdir ki, sən ona dəvət edirsən. Yəni sən onun bir növ dəvətçisi olursan o şəxsin. Yox. Onun yaxşılıqları zikr edilməz. Onun yalnız xətaları qeyd olunmalıdır. Xətaları qeyd olunmalıdır. Çünki sən müvəkkil deyilsən ki, onun yaxşılıqlarını tədris edəsən, yəni bəyan edəsən. Sən yalnız müvəkkilsən ki, onun xətalarını bəyan edəsən ki, o məqsədlə ki, yəni onun xətalarını bəyan etməlisən o məqsədlə ki, o həmin o xətalardan tövbə etsin. Həmçinin başqalarını o məqsədlə ki, həmçinin başqalarını o fikirlərdən və ya o şəxslərdən təhzir etmək üçün. Amma sən onun yaxşılıqlarını, yəni yaxşı əməllərini zikr etsən, qeyd etsən, onda cəmaat deyəcək ki, bəs Allah onun cəzasını xeyirlə cəzalandırsın, biz istədiyimizi ondan götürək və s. Bax, belə bir cavab verir Şeyx Fəvzan Hafizəhullah və bu, belə deyək, sual və cavab verilmişdir onun Əcvibətül Mufidə alə Əs-İlətil Mənahicül Cədidə adlı kitabında 13-cü səhifədə bu, belə deyək, suala cavablandırmışdır və cavab müxtəsər, belə deyək, qeyd olunur, yəni uzundur onun mətni, lakin biz burada onu müxtəsər qeyd etdik və bu şeyxin sözlərindən də ümumiyyətlə bəllidir, məlumdur.
nə demək? Yəni o kəs ki təhsir məqamında, belə deyək, yəni təhsir edilərkən hər hansı bir xəta, bidət, nə bilim və s. Yəni inhiraf, zəlalət və s. cahillik, hər şey ola bilər də. Yəni nə ki insanlar azır və s. Yəni o deyildiyi zaman və təhsir edildiyi zaman və ya nəsihət edildiyi zaman və s. Yəni təhsir edildiyi zaman onun yalnız xətaları, inhirafları, zəlalətləri bəyan olunmalıdır. Lakin yaxşı əməlləri qeyd olunması müvəkkil deyil bunu edən kəs. Yəni təhsir edən kəs bununla nə deyil? Müvəkkil deyildir. Necə ki şeyx bunu açıq aydın, əlhəmdülillah, bəyan edir. İkinci müraciət edəcəyimiz alim Salih ibn Muhammed Əl-Lüheydandır, hafizahullah. Bu da deməli Saudiya Ərəbistanı dövlətində deməli Kibarul Uləma, Heyyətü Kibarul Uləma, belə deyək, böyük alimlər heyyətinin üzvlərindən biridir şeyx. Ona belə bir sual verilir. Sual verilir ki, sualda deyilir ki, həl min mənhəci əhl-i sünnə vəl cəmaa fi təhzir min əhl-i bid'ə və dəlal zikr məhasinəhum al-mubtədiyə və səna aleyhim və təmcidəhum bi da'vəl insaf vəl adil. Belə bir sual verilir ki, bəs əhl-i sünnə vəl cəmaanın mənhəcindəndirmi ki, zəlalət və bidət əhlindən olan kəslər çəkindirildiyi zaman bidətçinin yaxşı əməlləri qeyd edilsin və ona səna edilsin, o ucaldılsın, o məqsədlə ki, yəni insaf nümayiş etdirilsin və adillik gözlənilsin. Yəni o məqsədlə ki, bu edilsin ki, çəkindirilə, həmçinin yaxşı əməlləri də nə edilsin? Qeyd edilsin. Yəni dediyimiz o muvazinat qaydası ki, hansı ki, hələbi və qeyriləri gətirirlər. Yəni belə bir sual verilir Şeyx Salih ibn Muhammed Əl-Lüheydana və şeyx bunu belə cavablandırır. Fəcabu şeyx və həl kənət Qureyş fil cahiliyyə və immətü şirk la həsənə li əhədihim. Yəni bu suala şeyx sualla cavab verir. Özdə bir dənə yox, ardı da gəlir. Həl cəə fil Qur'an zikr həsənə min həsənətihim və həl cəə fil sünnə zikrə mükarrəmə min məkərimihim. Belə bir sual verir ki, yəni suala sualla cavablandırır ki, misal üçün, deyir ki, məgər cahiliyyə dönəmində Qureyşin və şirkin imamlarının heç bir həsənatları yox idimi? Yəni heç bir savabları və ya xeyir işləri də belə deyək, yox idimi? Və Allah Subhanahu taala yəni onları belə deyək, Quranda pisləyərkən onların yaxşı əməllərini qeyd edirmi? Həmçinin sünnədə onların yaxşı, belə deyək, əxlaqi keyfiyyətləri və s. Məkarimləri qeyd edilirmi? Belə bir 3 dənə sual verir şeyx. Ona verilən, ünvanlanan suala bir növ sual verir və davamı gəlir. Və kanu yukarrimunad dayf. Kanal Arab fil cahiliyyə yukarrimunad dayf və yahfuzunal jar. Və mə zəlikə ləm təskur fədail mən asallahu əzzə və cəl. Leysətil məsələ məsələ təəddədəl məhasin vəl musavi və innəmə məsələ təhzir min xətər. Şeyx, yəni uzundur şeyxin sözü, mən qıssa belə deyil, bəyan edəcəyəm. Şeyx deyir ki, onlar, yəni Qureyş və o şirk edənlər qonaqlara ikramda bulunurdular. Yəni qonaqlara hörmətlə münasibət edirdilər.
Cahiliyyə dönəmində ərəblər qonaqlara hörmət edirdilər. Bəllidir ki, həc mərasimi keçirilirdi, yəni o dönəmdə və ərəb belə deyək, qəbilələrindən Məkkəyə axın cəmaat gəlirdi və o Qureyşlilər hansı ki şirk edirdilər və s. o insanlara ikramda bulunurdular. Yəni gözəl belə deyək, gözəl münasibətlərdə bulunurdular. Gözəl belə deyək, münasibət edirdilər onlara. Və onlar qonşuluq belə deyək, əlaqələrini gücləndirirdilər, mühafizə edirdilər. Lakin bununla belə Allaha asi olduqları üçün olmalarına rəğmən daha doğrusu onların fəzilətləri zikr olunmur. Nə zaman ki Allah Subhanahu taala onları yəni tənqid edir, belə deyək, və ya pisləyir və ya və s. onların belə deyək, yaxşı keyfiyyətlərini, fəzilətlərini və s. qeyd eləmir. Onların şeylərini, belə deyək, yaxşı keyfiyyətlərini nə etmir? Bəyan etmir. Və məsələ, belə deyək, məsələnin məğzi o deyil ki, belə deyək, tərəzinin gözü düz tutulsun və yaxşı əməllərlə pis əməllər bir növ qarşılaşdırılsın və ya sayı bərabər tutulsun. Məsələ bu deyil, yəni məsələnin məğzi bu deyil. Məsələnin məğzi yalnız budur ki, təhlükəli olan bir şeydən təhzir etməkdir. Yəni bir kəs təhzir olunursa, bundan hədəf, bundan məqsəd, bundan amac nədir? Təhlükəli sayıla bilən bir durumdan, belə deyək, o şəxsi təhzir etmək və qeyrilərini də həmin şəxsin bu əməlindən nə etmək? Təhzir etmək. Amac budur, yəni. Hədəf budur, məqsəd budur. Bundan sonra şeyx Salih bin Muhammed el-Luheydan sözünə davam edərək deyir: فَإِذَا أَرَادَ الْإِنسَانِ أَنْ يَنْزُرَ فَلْيَنْزُرْ إِلَى أَقْوَالِ الْأَئِمَّةِ كَأَحْمَدِ بن حنبل ويحيى بن معين وعلي بن المديني وشعبة هل كان أحدهم إذا سئل عن الشخص المجروح وقال كذاب هل قال ولكنه كريم الأخلاق جوادا في بذل المال كثير التهجد في الليل. Yəni şeyx belə bir sual verir. Deyir, kim istəyir baxmaq, qoy deyir, baxsın imamların sözlərinə. İmamların sözlərinə. Məsələn, Əhməd ibn Həmbəl, Yəhyə ibn Məyin, Əli ibn el-Mədini, Şöbə kimi imamların sözlərinə. Məgər onlar cərh olunmuş bir şəxsi barədə ona kimsə sual verdiyi zaman, hər hansı bir kəs sual verdiyi zaman onlar deyəndə ki, misal üçün o yalancıdır, sorulan şəxs yalancıdır. Yəni bununla bərabər həm də demişlərmi ki, lakin o gözəl əxlaqlıdır, yəni mal belə deyək, paylamaqda səxavətlidir, belə deyək, cömərtdir və ya gecələri çoxlu təhəccüd edəndir. Yəni belə bir şeylər demişlərmi, təhzir etdikləri zaman, yəni kəzzab dedikləri zaman misal üçün, həm də gözəl keyfiyyətlərini bəyan etmişlərmi? Bax, belə bir sual verir şeyx və sonra bəyan edir. Bundan sonra şeyx sözünə davam edərək deyir: Və izə qalu muxtalit əv qalu əxəzəthu l-ğaflə هل كانوا يقولون ولكن فيه ولكن فيه ولكن فيه لا لماذا يطلب من الناس في هذا الزمان إذا حذر الشخص أن يقال ولكنه كان فيه وكان فيه وكان فيه هذه دعايات من يجهل قواعد الجرح والتعديل ve yüchelu esbab-ı tahkikul maslaha ve tenfiru min diyaiha. İntaha qavli şeyx. Yəni şeyx buyurur ki, o yuxarıda qeyd etdiyi şəxslər, yəni Əhməd ibn Həmbəl, Yəhyə ibn Məyin, Əli ibn Mədini, Şöbə və s.
o kəslər bir şəxs barədə deyəndə ki, o muxtalitdir, yəni qarışdırıb tökəndir, belə deyək, yəni hifsi pozulan birisidir və ya qəflətdə olan birisidir, yəni qəflətdə bir şeylər onda vardır. O kəslər barədə dedikləri zaman ondan sonra demişlərmi ki, lakin onlarda filan, lakin onlarda başqa yaxşı əməllər də var. Misal, belə demişlərmi? Yox, belə deməmişlər. Nə üçün? Çünki bu, yəni, bu zamanda insanlardan tələb olunan bir şey deyildir. Əgər bir şəxs təhzir olunursa, lakin deyilməsi ki, lakin onun belə yaxşı əməlləri də var. Bu, bir növ, yəni bunu deyən adam, yəni o kəs ki, deyir ki, yəni bir adam təhsir edildiyi zaman həm də yaxşı əməlləri deyilməlidir. Bunu iddia edən kəs, o deməkdir ki, cərh və tədil elminin qaydalarından cahildir, bilmir. Və ya o, məsləhənin təhqiq olunması səbəblərini bilmir. Yəni, məsləhə etməyin, islah etmənin hədəflərini, amaclarını, məqsədlərini bilmir, cahildir. Və bu səbəbdən də, cahillik səbəbindən bu cür bir mövqedədir və ya bu cür bir iddiadadır. Və bununla şeyxin sözü bitir və şeyx bunu demişdir. Yəni, Şeyx Salih bin Muhammed Əl-Luxeydən bunu demişdir. Salamətul Minhəc Dəlilul Fəlah adlı dərsində, Salamətul Minhəc Dəlilul Fəlah, belə bir dərsində, dadusu kasetində, yəni dərsində, belə deyək, bu mövzuda keçdiyi dərsdə yazılmış kasetində Şeyx Luxeydən Hafizəhullah bunu demişdir. Həmçinin müraciət edəcəyimiz alimlərdən üçüncüsü, belə deyək, təməyyü əhlinin, yəni Azərbaycanda olan bu mümeyyilərdən çox, belə deyək, iqtibas gətirdikləri Şeyx Əlləmə Əbdülmuhsin Əl-Abbad, Şeyx Əlləmə Əbdülmuhsin Əl-Abbad Hafizəhullah bu barədə sual verirlər və sualda deyilir ki, həl min mənhəcis sələf anni izə intəqadtu mübtədiyən liyuhəzziran nəs minhu yəcib ən əskura həsənətəhu likeylə əzləməhu. Belə bir sual verilir şeyxə ki, bəs sələfin mənhəcindəndirmi ki, bəs mən əgər mübtədi olan, bidətçi olan bir kəsi tənqid etdiyim zaman və onu insanlardan onu çəkindirdiyim zaman onun, yəni ona zülm etməmək üçün onun yaxşı əməllərini zikr etmək mənim üzərimə vacibdirmi? Belə bir sual verilir şeyxə. Verilən bu suala şeyx cavab verərək demişdir ki, yəni Şeyx Əbdülmuhsin Əl-Abbad cavab verərək deyir ki, لا ما يجب إذا حذرت من بدعة وذكرت البدعة وحذرت منها فهذا هو المطلوب ولا يلزم أنك تجمع الحسنات وتذكر الحسنات إنما للإنسان أن يذكر البدعة ويحذر منها وأنه لا يختر بها. Şeyx Əbdülmuhsin Əl-Abbad ona verilən suala cavab olaraq deyir ki, yox, vacib deyil ki, sən bidətçini bidətdən təhsir etdiyin zaman, onun bidətlərini qeyd etdiyin zaman və ondan təhsir etdiyin zaman onun yaxşı əməllərini deyəsən. Bu mətlub deyildir və sənə lazım deyildir ki, sən təhzir etdiyin şeylərlə bərabər həmçinin onun yaxşı əməllərini deyərək ikisinin arasını belə deyək cəm edəsən. Cəm etməyin sənə lazım deyil və onun yaxşı əməlləri zikr edilməməlidir. İnsana yalnız
o lazımdır ki, yəni bidəti qeyd etsin və ondan çəkindirsin ki, insanlar ondan qəflətdə olmasınlar. Yəni, o kəs hansı ki təhzir olunur, onun bidətlərini, xətalarını və s. və s. belə deyək, yaxşı olmayan hallarını və ya sələfin mənhəcinə müxalif olan şeylərini insanlar neynəsinlər, bilsinlər yəni. İnsanlar neynəsinlər, bilsinlər. Şeyx bunu, deməli, Şeyx Abdülmuhsin Əl-Abbad bunu demişdir. Səhihi, daha doğrusu Sünən-i Nəsai, Sünən-i Nəsai'ni şərh etdiyi zaman, İmam Nəsai'nin Sünən kitabını şərh etdiyi zaman verdiyi dərslərində deməli Təshilatul Məscidun Nəbəvi adlı təşkilatın buraxdığı kasetlərdə ki, kasetin nömrəsi 18942 sayılı kasetdir. O kasetdə bax, şeyxə, yəni Abdülmuhsin Əl-Abbada ünvanlanan, mövzu barədə ünvanlanan suala verdiyi nədir? Cavabdır ki, bunu yuxarıda biz bəyan etdik. Həmçinin müraciət edəcəyimiz alimlərdən dördüncüsü Şeyx Allamə Salih ibn Abdüləziz Ali Şeyx Hafizəhullah deməli mühazirələrində Qavaidul Quvva adlı mühazirəsində bu məsələ barədə bəyan edərkən uzun bir belə deyək, açıqlama vermişdir, şərh vermişdir və mən həmin yerdən, yəni ola bilsin ki, bəzi yerlərini qeyd etməyə çalışacağım, çünki mətni çox uzundur və şeyx demişdir ki, qali şeyx Salih ibn Abdüləziz Ali Şeyx məsələtul muvazinə aydən minəl həsənəti və seyyiəti və rabatuha bil adli və həzə təqid və həzə rabatun leysə bidəqiq لأن قاعدة الموازنة بين الحسنة والسيئة تارة تكون حقا وتارة تكون مردودا فيرد أن يوازن بين الحسنة والسيئة في مسائل ويقبل أن يوازن بين الحسنات والسيئات في مسائل ولهذا من رأى طريق الشيخ الإسلام ابن تيمية وجد أنه ذكر الحسنات والسيئات في مسائل المعلومة موجودة وفي حكمه على بعض الفئات حتى بعض المعتزلة وبعض الأشاعرة ولم يؤخذوا بهذه القاعدة في مسائل فجعلها قاعدة مطرودة هو مما افتقر على التنظيم وتأصيل متبعا في طريقة السلف الصالح وكان فيها نوع عدم استقراء كامل لذلك فحصل منها الخلل. Şeyx Salih bin Abdüləziz Ali Şeyx Hafizəhullah bu məsələ barədə demişdir ki, həmçinin muvazinət məsələsi ki, yəni yaxşı əməllər, pis əməllərlə bərabər yaxşı əməllərin qeyd olunması və bunun adillik ilə əlaqələndirilməsi, bu qayda və bu əlaqə dəqiq deyildir. Çünki yəni, pis əməllərlə bərabər yaxşı əməllərin qeyd edilməsi üçün muvazinət qaydası bəzən haqq olur, bəzən isə mərdud olur, yəni rədd edilmiş olur. Bu səbəbdən də bir çox məsələdə pis əməllərlə bərabər yaxşı əməllərin arasını muvazinət saxlamaq rədd olunur. Çünki bu qəbul edilməzdir ki, yəni pis əməllərlə bərabər yaxşı əməllərin arasını bərabər tutmaq məsələlərdə bu, yəni Şeyxülislam İbn-i Teymiyyədən hətta görsək də ki, yəni Şeyxülislam İbn-i Teymiyyədən bu qaydanın bəzən tətbiqini görsək də ki, o, misal üçün, məlum olan, mövcud olan məsələlər barədə
pis halları bəzi qövmlərin, misal üçün bəzi mötəzilərin, bəzi qruplardan, firqələrdən və s. və ya bəzi əşarilərin pis əməllərini qeyd etdikləri zaman yaxşı əməllərini də qeyd etmişdir. Yəni İbn Teymiyyədən gedir söhbət ki, bəzən ondan bu cür hallar sadir olmuşdur. Bu, yəni, o deməkdir ki, yəni, bu hökm mütləqdir, yəni, və ya. Yəni, bu, bəzi qayda, məsələlər barədə bu qaydanın tətbiq olunması caizdir, lakin daima deyil. Lakin daima deyil. Çünki bu, əgər qayda, yəni, əgər təhzir olunma məqamında tətbiq olunarsa, bu yanlış başa düşülər. Və baxmayaraq ki, Şeyxülislam bunu, bu cür qaydanı bəzən tətbiq etmişdir, bu təhzir məqamına aid deyil. Sadəcə onların pis və ya yaxşı hallarını qeyd edildiyi zaman, yəni qeyd etmişdir şeyx. Lakin təhzir məqamında bu sələf salihinin yolundan deyil ki, belə deyək, bu cür qayda tətbiq olunsun və pis əməllər qeyd edildiyi zaman onun yaxşı halları da qeyd olunsun. Və əgər bu qayda bu cür tətbiq olunarsa, onda təhzir məqamında məqsədə çatmaq mümkün olmayacaq və bundan müəyyən xələllər hasil olmuş olacaq. Yəni, qarşı tərəfdən müəyyən kəslər, belə deyək də, bu hala, yəni yaxşı halların da, yaxşı o şəxsin təhzir edilmə məqamında həm də yaxşı şeylərinin qeyd olunmasının, belə deyək, təhzir edən kəsə bir eyib kimi gətirə bilərlər və bu qaydanın bu cür tətbiq olunmasından müəyyən xələllər, yəni hasil olmuş olar, necə ki, bunu şeyx deyir. Və bundan sonra şeyx sözünə davam edərək deyir: Nam, la yuvazin beynəl həsənət və seyyiət. İzə kənəl məqamu qama raddi alə müxalif, məqamu raddi alə mübtədi, məqamu raddi alə dəlin, liənnəkə izə zəkərtəl həsənət, zəlikə mərdudun aleyhi, əv zəlikə dəlli, əv zəlikə mübtədi, əv zəlikə zalim, zəkərtə həsənətuhu, في مقام الرد عليه فإنك تغري وفي هذا المقام إنما يذكر ما عنده من الأخطاء أو السيئات ويرد عليه فيها لأن القصد نصيحة الأمة والذكر الحسنات في هذا المقام إغراء به. Şeyx sözünə davam edərək deyir ki, bəli, yaxşı, pis şeylərin qeyd olunması ilə bərabər, yaxşı şeylərin qeyd olunması ilə müvazinət saxlanılmaz. Çünki o məqam müxaliflərə rədd edilən bir məqamdır. Onun üzərində qurulmuşdur. O məqam bidətçilərin, mübtədilərin rədd olunması məqamıdır. Zəlalət əhlindən olan kəslərin rədd olunması məqamıdır. Əgər sən onun pis əməlləri ilə bərabər yaxşı əməllərini də qeyd etsən, onda bu təhzir etmə mərdud olmuş olacaq. Yəni, rədd edilmiş olacaq. Onda necə təhsir olunacaq ki? Və ya o zəlalət əhli və ya o mübtədi və ya o zalim, onun yaxşı əməlləri qeyd olunacaqsa, bu zaman bir növ onun pis əməlləri rədd edilmiş olacaq. Və bu da sənin üçün belə deyək, həddin aşılmasıdır. Yəni, bu məqam təhsir məqamıdır. Və o məqamda onun yalnız xətaları və pislikləri qeyd olunmalıdır. Çünki qəsd odur ki, ümmətə nəsihət olunsun. Və əgər sən onun yaxşı əməllərini qeyd etsən, bu zaman artıq həddin aşılması və ya dəyişikliyin olması məqamı olmuş olur. Yəni, artıq təhsir məqamı sayılmır. Təhsir məqamı sayılmır.
Çünki təhzir məqamında yaxşı əməllərin qeyd olunması arzu olunmazdır, yəni qəbul edilməzdir. Belə hal olmamalıdır, edilməməlidir. Bundan da məqsəd ümmətə nəsihət edilməsi və o kəsdən, bidətçidən, zəlalət əhlindən, zalimdən və s. təhzir olunmaqdır. Bax, belə şeyxin sözü bunu demişdir. Yuxarıda dediyim kimi Qavaidul Quvva adlı mühazirəsində şeyx bunu qeyd etmişdir. Həmçinin məsələ barədə daha geniş məlumat əldə etmək istəyən kəslər, yəni Şeyx Rabi Əl-Madxali Hafizahullahın Mənhəc-i Əhl-i-Sünnə vəl-Cəmaa fi Nəqdər Rical vəl-Kutub və Tavaif adlı kitabına müraciət edib oradan bu barədə belə deyək, daha geniş, daha belə deyək, samballı, belə daha təfsilatlı, belə deyək, məlumat əldə edə bilər. Bu barədə məlumat əldə edə bilər. Bax, belə görüldüyü kimi, yəni zamanəmizin ən böyük sayılan alimləri ki, bunlar Şeyx Əbdüləziz ibn Baz, Şeyx Albani, Şeyx ibn Useymin, Şeyx Fawzan, Şeyx Luheydan, Şeyx Abbad, Şeyx Salih Ali Şeyx, Şeyx Rabi və s. ki, hansı ki o alimlərdən iqtibas gətirdi və açıq aydın görülür ki, bu mənhəc, yəni mənhəcül muvazinə, yəni batildir və bu cür bir belə deyək, qaydanın tətbiq olunması əsla və əsla sələfin mənhəcindən deyil və sələfin mənhəcinə nədir? Müxalifdir, sələfin mənhəcinə müxalifdir və sonda deməli, uca Rəbbimiz Allaha həmd sana edirəm, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellemə, onun əhl-i beytinə, bütün sahabələrinə və gözəl biçimdə Allah subhanahu ta'ala'ya, deməli, gözəl biçimdə onların yoluna tabi olanların üzərinə Allahın salavatı və salamı olsun. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.